Ramiz Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadının kimliyi məlum olub. Ekskluziv. Dövlət Təhlükəsizlik Xidməti bugün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var. Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda dövlət idarəetmə sistemində dəyişikliyi ilə bağlı faktiki olaraq dövlət çevrilişindən sonraki idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir. Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb. Алло, Салам, да, здравствуйте. это Мехтиев Рамиз. Да, Рамиз Эндерович, здравствуйте. Я, Эндерович, вашу просьбу передала. Так. Ну вот пока на этом все. APA'nın əldə etdiyi məlumata görə bu qadın Rusiya Elmlər Akademiyasında çalışır və Ramiz Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyası prezidenti olduğu dövrdə Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının Rusiya Elmlər Akademiyasındakı agenturası vasitəsilə əlaqə saxlayıb.